Annyeonghaseyo yurubun. Herkese salam. Bugün sizlerle birlikte hamınızın istediği kimi Kore izah videosu geldi. Bundan əvvəl bura qoyduğum, təzə açdığım YouTube vlog səhifəsini və bu Kore dili hesabını takip ederseniz çox sevinərəm. Keçək mövzunun izahına. Bugünkü qaydamız Kore dilində çox vacib qaydalardan biri olan yeyo, yeyo qaydasıdır. Bunlar niye iki yerə bölünür? Çünki Kore dilində bir çox qayda olduğu kimi bu qaydada samit sait olur. Samit sait qaydası nədir? Bəzi qaydalar demək olar çoxu qayda mən bunu görmüşəm. Samit sait ayrılıq. Yəni sözün sonu saitlə qutararsa bu şəkilçi gəlir. İki yerə ayrı bir şəkilçilər. Sözün sonu samitlə qutararsa bu şəkilçi gəlir. Məsələn, sözün sonu samitlə qutararsa yeyo, yo artırırıq. Amma sözün sonu saitlə qutararsa yo artırırıq. Misal üçün misallar çəkək. Mənası yaxşı bunun. Mənası isə to be əvəz eləyir. İngiliscə to be qaydası izah eləyir. Və belə açıqlayanda misallar çəkək. Canım, co, mən, nın şəkilçi, haksenk tələbə, haksenk samitlə qutarır. Yeyo artırırıq. Canın haksenk yeyo. Mən tələbəyəm. Belə düzəlir. Yəni qısaca yəm şəkilçisi kimi bir şeydir. Mən həkiməm. Canın İsayeyo. Sonra necə bəs saitdə necə olacaq? Çingu. Çingu dost deməkdir. Və çingunu əlavə edirik yeyo şəkilçisi. Niyə? Çünki çingu, u. Axırıncı hərfi saitdir. Buna görə çingu yeyo deyilir. İzah qaydamız bu qədər idi. Bəyəndinizsə yorumlara qeyd edə bilərsiniz. Bye bye.